Hər vaxtınız xeyir əziz izləyicilər. Respublika qəzetinin 31 may 2025-ci il buraxılışı ilə bugün birgə tanış olacaq. Sizinlə mənəm, Ləman Təhməz. Bugün olan buraxılışımız 12 səhifədən ibarətdir. Qəzetimizin ilk səhifəsində Laçın zirvəsi, qardaşlıq bağlarının geosiyasi güc manifesti başlığı ilə məqaləmiz dərc olunub. Laçın zirvəsində Pakistan və Hindistan arasında yaranmış son gərginlik haqqında da fikirlər səsləndirildi. Məlumdur ki, Azərbaycan bu prosesləri böyük diqqət və narahatlıqla izləyir. Rəsmi Bakı ilk gündən dost və qardaş Pakistanla həmrəy olduğunu açıq şəkildə ifadə etdi. Pakistan yalnız diplomatik müttəfiqimiz deyil, həm də müttəfiqliyimizin ilk günlərindən yanımızda olmuş, səsimizi dünyaya çatdırmış dost ölkədir. Prezident İlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitəsinin sədrini qəbul edib. Başlığı ilə isə ikinci səhifəmizdə məlumat özəksini tapıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 30-da Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mikhail Harmsı qəbul edib. Söhbət zamanı dövlətimizin başçısının Mikhail Harmsla, həmçinin Almaniya biznes dairələri və şirkətlərinin nümayəndələri ilə görüşləri məmnunluqla xatırlandı. Almaniya prezidentinin ölkəmizə səfərinin ikitərəfli münasibətlərimizin, o cümlədən iqtisadi sahədə əlaqələrimizin genişləndirilməsində rolu vurğulandı. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə dövlət və hökumət başçıları tərəfindən göndərilən səmimi təbriklər isə qəzetimizin 3-cü səhifəsində yer alıb. Yeni əməkdaşlıq arteriyası, Bakı, Ankara, İslamabad üçbucağı başlığı ilə 4-cü səhifədə yazı dərc edilib. Azərbaycan tarixinin ən çətin və eyni zamanda şərəfli mərhələlərində onu yalnız buraxmayan dövlətlərin ön sıralarında Türkiyə və Pakistan dayanır. Bu iki ölkə beynəlxalq platformalarda hər zaman Azərbaycanın haqlı mübarizəsinə bir mənalı dəstək nümayiş etdirib. Həmçinin qəzetimizin bu səhifəsində Qarabağ və Şərqi Zəngəzur, tarixi zəfərdən geniş miqyaslı dirçəlişə və Laçın zirvəsi, qardaşlıq bağlarının geosiyasi güc manifesti başlıqlı yazının da davamı yer alıb. Güc birlikdən doğar başlığı ilə 5-ci səhifədə günün siyasi nəbzi rubrikasında maraqlı bir yazı yer alıb. Mayın 28-nə olan rəsmi məlumatlara görə Laçında artıq 3150 sakin məskunlaşıb. Gələcək inkişaf planları arasında tramvay xətti, kanat yolu və turizm məqsədli müxtəlif obyektlərin inşası da nəzərdə tutulur. Laçına həyat qayıdıb və şəhər yüksək səviyyəli qonaqları qəbul etməyə tam hazırdır. Bu da Laçında və işğaldan azad edilmiş digər ərazilərdə təhlükəsizlik tədbirlərinin ən yüksək səviyyədə olduğunu bir daha təsdiqləyir. Qərbi Azərbaycan 20-ci əsrin bəlası deportasiya rubrikasına həsr olunmuş yazılar 6-cı səhifəmizdə yer alıb. Diplomatiya və Qərbi Azərbaycanın ədalət mübarizəsi başlıqlı yazıda qeyd edilir. 21-ci əsrdə insan haqları beynəlxalq hüququn və ictimai konsensusun əsas dayaqlarından biri hesab edilir. Mayın 21-də Ankara şəhərində keçirilən Qərbi Azərbaycana qayıdış, insan hüquqlarının adiliyinin mühüm şərti kimi mövzusunda beynəlxalq konfransın iştirakçılarına Prezident İlham Əliyev tərəfindən ünvanlanan məktub həm tarixi ədalətin bərpası, həm də beynəlxalq hüququn prinsipial tətbiqi baxımından mühüm əhəmiyyət daşıyır. 7-ci səhifəmizdə isə Nəsib bəy Yusifbəyli haqqında yazı dərc edilib. Demokratiyanın cəfakeş müdafiəçisi başlıqlı yazıda qeyd olunur ki, Azərbaycan xalqı Nəsib bəy Yusifbəylinin xatirəsini hər zaman dərin ehtiramla yad edir. Ölkəmiz öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Nəsib bəy onun adı əbədiləşdirilmiş və həyat fəaliyyəti ilə bağlı çoxsaylı elmi tədqiqatlar aparılmış, monoqrafiyalar, məqalələr yazılmış, sənədli və bədii filmlər çəkilmişdir. Paytaxt Bakının mərkəzi küçələrindən birinə onun adı verilmiş, onun şərəfinə abidə ucaldılmışdır. Bakı Enerji Həftəsi, neft qaz mirası, yaşıl gələcəyə doğru. Bu yazı isə 8-ci səhifəmizdə yer alıb. Azərbaycan Prezidenti İlham Əliyev 2023-cü il mayın 31-də Bakı Ekspo mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft Qaz, Kaspian Oil Qaz və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Kaspian Power sərgilərinin açılışında iştirak edib. 9-cu səhifədə isə 31 may Ümumdünya Tütünsüz günü ilə bağlı azad seçim, yoxsa məğlub iradə, tütün asıllığının psixoloji və bioloji fəsadları başlıqlı məqalə yer alıb. Hər il 31 may tarixi dünyanın müxtəlif ölkələrində Ümumdünya Tütünsüz günü kimi qeyd olunur. Bu günün yaranması 1987-ci ilə təsadüf edir və əsas məqsədi tütün istehlakının insan sağlamlığına vurduğu zərərlərə dair ictimaiyyətin məlumatlandırılması, həmçinin tütün məhsullarından uzaq durmağın vacibliyini vurğulamaqdır. 10-cu səhifədə isə iqtisadiyyatla bağlı yazılar yer alıb ki, onların başlıqlarını diqqətinizə çatdırırıq. İsmayıllıdan xəbər, turizmin inkişafına mühüm töhfə. Torpağın bərəkəti əkinçilərə sevinç gətirir. Bəsləsən atlas olar tut yarpağından. Əkinə yararlı torpaqlar icarəyə verilir. Dünya bugün xəbərlərində son 24 saatın maraqlı məlumatları isə 11-ci səhifədə yer alıb. Emmanuel Macronun Qərbin etibarı sarsıla bilər.
Hakan Fidan. Ukraynada bu il sülhə nail olmaq mümkündür. ABŞ hərbi kəşfiyyatının əməkdaşı casusluğa görə həbs edilib. Nigeriya ordusu 60-dan çox terrorçunu zərərsizləşdirib. Başlıqları ilə məlumatlar da burada yer alıb. Son səhifəmizdə bir də belə tanıyaq rubrikasında Səməndər Rzayev və Marlon Brando haqqında maraqlı məlumatlar yer alıb. Beləliklə qəzetimizin son səhifəsi hava haqqında məlumatla yekunlaşır. Bizim sizə bugünlük çatdıracaqlarımız da bu qədər idi.